Həkimin həqiqətən yaxşı olduğunu necə anlaya bilərik? Yaxşı həkim sizə 5 dəqiqə baxaraq diaqnoz qoymamalıdır. İstər psixiatr olsun, istərsə digər səhiyyə sahəsində çalışan mütəxəssislər olsun. Həqiqi mütəxəssis diqqətlə dinləməli, ətraflı anamnez toplamalı, detalları dəqiqləşdirməlidir. Əgər həkim sizi dinləmədən birbaşa diaqnoz qoyursa, ehtiyatlı olmalısınız. Yaxşı həkim sizi qorxutmamalıdır. Əşi boş ver, hər şey yaxşı olacaq, düzələcək deməməlidir. Real riskləri və mövcud olan müalicə üsulları başa salmalıdır. Əgər həkim sadəcə özünü ələ al deyirsə, demək ki, o problemlərinizi anlamır. Yaxşı həkim sizə sadəcə dərman yazmaqla qalmamalı, ətraflı izah verməlidir. Dərmanın nə üçün lazım olduğunu, necə təsir etdiyini və hansı nəticələri gözləməli olduğunu sizə ətraflı izah etməlidir. Yaxşı həkim elmi əsaslı metodikalarla işləməli, sizi halk təbabəti, bioloji aktiv əlavələrlə, enerji təmizlənməsi ilə və ya digər elmi sübutunu təsdiq etməyən dırnaqarası müəllif metodları təklif etməməlidir. Ən əsası, yaxşı həkim pasiyentə hörmətlə və vicdanla yanaşmalıdır.